İqlim dəyişikliyi və onun canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat edir. Proses təkcə temperaturun yüksəlməsini deyil, həm də hava hadisələrini, vəhşi təbiətin populyasiyasını və yer dəyişməsini, dənizlərin səviyyəsinin yüksəlməsini və bir sıra digər amilləri əhatə edir. Məsələyə diqqəti artırmaq üçün bir çox beynəlxalq tədbirlər, elmi-praktiki konfranslar keçirilir. Elmi tədqiqatlar da həll yollarının aşkar edilməsində mühüm rol oynayır. Dünyada o cümlədən Azərbaycanda iqlim dəyişmələrinə qarşı əsaslı tədbirlər görülməlidir. Bu baxımdan qlobal iqlim dəyişikliyi elm adamlarını bir araya gətirib. Azərbaycanlı alimlər iqlim dəyişikliyinin qarşısının alınması istiqamətində elmi tədqiqat işləri ilə bağlı fikir mübadiləsi apararaq hədəfləri açıqlayıblar. Elmi araşdırmalar isə göstərib ki, çıxış yolu iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma, ictimai rifahın yüksəldilməsi və enerji davamlılığı kimi bir çox qlobal məsələlərin həlli yollarından keçir. Bu sahədə fərqli nüansları aradan qaldırmaq üçün elm adamlarının xüsusi çəkisi vardır. Elm adamları günəş enerjisindən alınan enerjinin davamlı və dayanıqlı inkişafını təmin etmək məqsədi ilə günəş panellərindən alınan enerjinin batareyalar vasitəsilə saxlanılması üçün elmi kəşflər edirlər və burada da misal olaraq yenə də Danimarka kimi ölkəni, Amerika Birləşmiş Ştatları, Çin və Hindistan kimi ölkələrin elm adamlarının xüsusi çəkisi maraq doğurur. Bizdə ölkəmizdə isə bu sahədə elm adamlarının müxtəlif araşdırmaları nəticəsində ölkəmizdə fəaliyyətdə olan tədqiqat institutları bu işlə maraqlıdır və beynəlxalq maliyyə qurumları ilə, eyni zamanda beynəlxalq təcrübəsi olan qurumlarla əlaqələr quraraq bu sahədə ciddi araşdırmaları aparmaqda davam edirlər. Bu da bizim gələcəkdə alternativ enerjiyə olan tələbatımızı və gələcək nəslin enerjidən asılı olan risklərin aradan qaldırılmasına xidmət edəcəkdir. İqlim dəyişikliyi, ətraf mühitin korlanması, maliyyə böhranları və yoxsulluq dayanıqlı inkişafa ciddi təhdidlər yaratmaqda davam edir. Məsələ qlobal olduğu üçün effektiv həll yollarının tapılmasında həm beynəlxalq, həm də regional əməkdaşlıq lazımdır. Bu baxımdan ali təhsil ocaqları problemlərin həllində aparıcı rola malikdir. Su sahəsində araşdırma institutları var. Su sahəsində su təchizatının və onun təminatı ilə bağlı bizim agentliklər mövcuddur. Bu sahədə olan elm adamları hər zaman qabaqcıl texnologiyaya üstünlük verirlər. Yəni su daimi insan həyatında vacib olduğu üçün bu təminatın artan insan tələbatımızı ödənilməsi məqsədi ilə bir çox araşdırmalar edirlər və bu araşdırmaların da nəticəsi olaraq məhdud olan, yəni qıt olan su resursundan səmərəli istifadənin tövsiyələrini vermiş olurlar. Bu da müxtəlif məqalələrdə və kitablarda, eyni zamanda dövlət proqramlarına salınması üçün irəli sürülən fikirlər də ola bilir. İqlim dəyişmələrinin doğurduğu fəsadlara qarşı mübarizədə elmin üzərinə mühüm vəzifələr düşür. Azərbaycanda bu fəsadların yumşaldılması, adaptasiya mexanizmlərinin işlənib hazırlanması üzrə tədqiqatlar aktualdır. İqlim dəyişmələri ilə mübarizə çərçivəsində biz milli adaptasiya planı hazırlamışıq və konvensiyanın katibliyinə təqdim eləmişik. Həmin o planın əsas hissələrindən, sektorlarından biri də su ehtiyatlarımızdır. İqlim dəyişmələri nəticəsində suyun azalması, o cümlədən Xəzər dənizinin səviyyəsinin azalması məsələlərə toxunur. Yaşıl İqlim Fondu tərəfindən 35 milyon dollarlıq bir layihənin dəstəklənməsi, həmin 24-25 milyon dollar həmin fond tərəfindən ayrılır ki, bu layihə də Azərbaycanda erkən xəbərdarlıq sisteminin yaranmasına yönəlmişdir. Su ilə bağlı, hidroloji hissəsi ilə bağlı, daşqınlarla bağlı hissəsinə Danimarkanın Hidrologiya İnstitutu məşğul olacaqdır. Biz artıq layihənin rəhbəri ilə, UNEP-dən BMT ətraf mühit proqramının rəhbəri ilə görüşdük. Biz belə razılığa gəldik ki, biz həmin o institutla birlikdə yaxın 6 il ərzində birgə fəaliyyət həyata keçirməklə su resurslarımızın, deməli, həm su təminatı ilə bağlı məsələlərdə, su qıtlığı ilə məsələlərdə, deməli, xəbərdarlıq sistemi, strategiyası hazırlayaq və eyni zamanda daşqın hadisələri ilə bağlı erkən xəbərdarlıq sistemimizi daha da təkmilləşdirək. Biomüxtəlifliyin qorunub saxlanması istiqamətində ölkəmizdə bir çox işlər görülüb. Bunlardan birincisi yaşıllıq ərazilərinin genişləndirilməsidir. Plana uyğun olaraq meşə əraziləri genişləndirilir, parklar salınır. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.